Xoş gördük hər kəsi. Deməli, bugün nə edirik? Feilin təsdiqlənməyən formalarını izah edəcək. Məstər, feil, sifət, feili bağlama. Diqqətlə bizi izləyin, çünki olduqca xüsusi məqamlara toxunacaq. Səsimə görə də üzr filan istəmirəm, təbii halda xəstəyəm. Aha, deməli, başlayaq. C-dən. Ardından birinci təsdiqlənməyən forma nədir, onu izah edək. Deməli, bu təsdiqlənməyən formalar. Bu təsdiqlənməyən formaların özəlliyi budur ki, bunlar iki hissəsinin xüsusiyyətini özünə daşıyır. Aydınım, iki hissəsinin xüsusiyyətini daşıyır. Amma bu, məsələn, deyək ki, məstərin həm feil, həm sifət ismi xüsusiyyətini daşıması onu isim eləmir. Heç bir halda isim eləmir. Ona əşyanın adını bildirməsi də eləmir. Fikrim çatdı mı? Yəni, nə olur olsun, bu anlayışlar, istənilən halda morfoloji cəhətlər nədirlər? Feildilər. Ona görə də bir cümlədə feillə iş aparanda, gelib ancaq cümlənin xəbərindəki təsdiqlənən feilə baxmalı deyilik. Biz həm də təsdiqlənməyən feilə baxmalıyıq. Məstər, feili, sifət, feili bağlamanın hər birinə. Aydındır mı? Deməli, deyir ki, bunlar iki hissəsinin xüsusiyyətini daşıyır. Bunun birincisi nədir? Feildir. Bax, feil. Aydındır. Və biz də bunu morfoloji cəhətdən təhlil edəndə feil olan xüsusiyyətlərini təhlil edirik. Məsələn, nədir bulan feil olan xüsusiyyətləri? Hər hansı bir feil təsdiq və inkar ola bilir? Hə? Təsdiq və inkar ola bilir. Amma bu nisbidir, çünki bəzi elə məqamları var ki, sən onu inkarda işlədə bilmərsən. Məsələn, deyək ki, istisna olaraq yazıram bura, feili bağlamanın madan şəkilçisi ki var, madan 2 var ya, sən bunu inkarda işlədə bilmərsən. Çünki o onsuz da inkar məzmunundadır. Başa düşdünüz? Məsələn, oxumadan sözündə bir də oxumamadan olmayacaq. Yəni, təsəvvür düşsə ki, bütün təsdiqlənməyən formaların bütün şəkilçiləri inkar qəbul edə bilir. Deməli, bu fikir necə fikirdir? Yanlış fikirdir. İkinci məsələ, qrammatik məna növdə olmaq. Bəli, qrammatik məna növdə olmaq. Yəni, bu təsdiqlənən feilə aid olduğu kimi, təsdiqlənməyən feillər üçün standart xarakterik məsələdir. Məsələn, deyək ki, əgər biz hava açıldıda, açıldı sözünə qayıdış növ deyiriksə, hava açılanda ifadəsində də, aydındır, hava açılanda, Kübra nə deyəcək bura? Buna deyəcək ki, nədir bu? Qayıdış növdür. Fikrim çatdı mı? Yəni, feil hansı növdədir? Ona görə də biz yazıda gəlirsə, şəxsiz feildən filanı danışan demişdik ki, şəxsiz feil olan cümlədə mübtədə ola bilər. Amma gərək hansı formada olsun? Təsdiqlənməyən formada olsun. Düzdür? Və üçüncüsü, tərkib əmələ gətirmək. Tərkib əmələ gətirmək. Biz bu haqda ətraflı danışacağıq. Ona görə burada qısa özət keçmək istəmirəm. Tərkib əmələ gətirməni təsdiqlənməyən formaların hər birini izah etdikdən sonra danışacağıq. Hətta istəsəz kanalda tərkiblərin müəyyən edilməsi başlığında ayrıca xüsusi bir video var. Onu da bura qoyuram. Tərkibləri necə müəyyən eləyək. Ona da baxa bilərsiniz. Amma burada da müəyyən şeylər danışacağım. Deməli, davam edək. Başlayaq. Təsdiqlənməyən formalar hansılardır? Birincisi nədir burada? Məstər. Bəli, məstər. Məstər deyirik ki, həm feilin xüsusiyyətini daşıyır, hansı ki, bayaq yuxarıda yazmışdım, həm də nəyin xüsusiyyətini daşıyır? İsmin xüsusiyyətini daşıyır. Amma bu heç bir halda nə eləmir? İsim eləmir. Heç bir halda isim eləmir. Aydındır mı? İsmi aid xüsusiyyətləri nə ola bilər? Deməli, bir, hallanmaq. Hallanır. Müəllimlər, məstərin hallanması, ismin hallanmasına birə-bir eynidir. Eyni şəkilçilərdir və s. və ilə axır. Aydındır. İkinci məsələ isə məstərin nəyə görə dəyişməsidir? Mənsubiyyətə görə dəyişməsi. Burada mənsubiyyətə görə dəyişəndə bəzi məqamlar ortaya çıxır. S-biçi samiti mi, yoxsa əksinə mi? Məsələn, baxın bura, deyirəm ki, fikir verin. Onun oxumağı məstər şəkilçisi və mənsubiyyət şəkilçisi. Amma burada olsa, məsələn, onun oxuması, məstər şəkilçisi burada bütöv olmasa da yenə də biz onu götürürük. Aydındır. Fərq orasında ki, burada həm də nə var? Bitişdirici samit var. Fikrim çatdı mı? Yenə iki qrammatik şəkilçidir. Fərq orasında ki, birinci versiyada bitişdirici samiti yoxdur, amma burada var. Deməli, buradan öyrənirik ki, məstər şəkilçisi də bəzi məqamlar deformasiya uğraya bilir. Yəni, öz hərfini nə edə bilir? Yazıdan, orfoqrafiya qaydalarını itirə bilir. Yəni, bu tamamilə normaldır. Sonra, digər bir məsələ isə mənsubiyyətə görə dəyişmiş məstər məsələsi. İndi biz burada izah eləyək. Əslində biz deyirik ki, təsdiqlənməyən feillər
Fe'li birləşmə formalaşdırır, amma məslərdə bu biraz vəziyyət fərqlidir. Diqqətdən bura qulaq asın. Əgər mənsubiyyətə görə dəyişmiş məslərin yəli yağlı buradadırsa, cümlədə faktiki olaraq iştirak edirsə, bu olur ismi birləşmə. İsmi birləşmə, yəni bizim bildiyimiz ismi birləşmədir. Bayağı bunu daha belə bir geniş formada izah edeyim. Deyirəm ki, məsələn, baxın bura. Ayselin dünən evə getməyi. Mənsubiyyətə görə dəyişmiş məslər var burada? Var. Yəsi də buradadır? Var. Bu faktiki cümlədə olmalıdır, ha? Cümlədə olduğu üçün mən bura nə deyəcəm? İsmi birləşmə deyəcəm. Yox, əgər Aysel sözünü buradan silək, sadəcə yazaq ki, dünən evə getməyi. Yenə mənsubiyyətə görə dəyişmiş məslər buradadır? Buradadır. Bəs yəsi? Yox. Ay müəllim, yaza bilərəm, bərpa edə bilərəm, nağılları keçmir. Buradadır, iki gözümlə görürəm, görmürəm ki. Deməli, bu nədir cəmilə? Fe'li birləşmə. Aydındır. Bəs ortaq cəhət nədir? İstər halda bunlar sindaq təhlil zamanı parçalanmayacaq. Ha belə, ha elə. Başa düşdünüz? Bax, deməli, məslər nə vaxt ismi birləşmə formalaşdıra bilər? Əgər mənsubiyyətə görə dəyişib, yəlik halla əlaqələnibsə. Aydındır, bax, əlaqələnibsə, buna fikir vermək lazımdır. Məsələn, nümunədə sizi çaşdıra bilər. Elə bir nümunə qoya bilər ki, bizdə olur, oxumuruq axıra ki, mənasında da varmırıq. Elə bilir ki, ondan əlaqəlidir. Aydındır, məsələn, deyirəm ki, baxın bura. Yazıram ki, iki cür düşünə bilmək. Fikir verin. Yazıram ki, iki cür düşmə məsələsi də deyil. Yazıram ki, onun üçün, baxın bura, onun üçün danışmağı faydasızdır. Müdavim neydir? Baxır ki, bəli, burada məslər var, mənsubiyyət. Buralara baxmır, o yəlikən ismi birləşmə aləm dəydi bir-birinə. Cümlə məzmununa baxın, onun üçün danışmağı faydasızdır. Onun danışmağı deyil bu. Üçün bura sənə imkan vermir. Deməli, bu yəlikalın, buna heç bir aidiyyəti yoxdur. Deməli, burada məsələ tərkibindən filanla söhbət gedə bilməz. Nə də ismi birləşmədən söhbət gedə bilməz. Yəni, bu cümlə belə təhlil olur. Faydasızdır. Nə? Oxumağı. Kim üçün? Onun üçün. Aydındır. Yəlikalın əlaqələnmək başqa bir şeydir. Burada əlaqələnmə yoxdur. Sonra, yazdıq ki, nə inirdi məsələ? Nə inirdi? Hallanırdı. Mənsubiyyətə görə dəyişirdi. Bu tam xüsusiyyətlər. Gəldik natamam xüsusiyyətlər. Yalnız və yalnız səbirli olun. Necə? Tamam da, amma yenə də əlaqələnmir. Onun oxumağı deyil də, onu demək istəyirəm mən. Yəni, burada heç bir isim birləşmə yoxdur. Yalnız nə sualına cavab verir? Nə sualına cavab verir? Yəni, kim və hara sualına cavab verməsi mümkün deyil. Çünki məslər canlı və ya məkan bildirə bilməz. Məslər bildirsə bəlkə əşyalaşmağa biraz. O da mücərrət məzmundadır. Başa düşdünüzmü? Nə sualına cavab verir? Yəni, cümlədə məslər görürüksə, məsələn, deyirsən ki, oxumaq faydalıdır, düzdür? Oxumaq faydalıdır. Söz feildir mi? Feildir. Amma sualı nədir bunun? Nə? Yeri gəlmişkən, məslərin ismi sualına cavab verməsi onu isimləşmə eləmir. Amma biz sifətdə, sayda və feili sifətdə deyirik ki, onlar əgər ismi sualına cavab veribsə, nə olublar? İsimləşiblər. Amma məslər ismi sualına cavab verirsə, biz ona isimləşmə demirik. Eyni vəziyyət bir də nəyə aiddir? Kim deyər? Əvəzliklərə. Əvəzliklər də ismi əvəz eləyəndə, ismi sualına cavab verəndə biz onlara isimləşmə demirik. Yadda qalar? Ay, sağ ol. Deməli, nə sualına cavab verib? Mətn daxil. Amma qıraqda bir məsələ görsəniz, qıraqda, sadəcə qıraqda, məsələn, A bəndi yazılıb, A bəndi, oxumaq. Bunun sual olacaq, nə etmək? Çünki niyə? Feil lüğətdə hansı formada verilir? Məslər. Biz feilin nə sualını deyə bilərik? Deyə bilmərik. Ay, sağ ol. Deməli, məslər kontekst daxilə nə sualıdır? Çölə çıxarsan, bəli, nə etmək sualıdır? Artıq qarayacaq feilin sualını. Və məslər bilir ki, nə etmir? Cəmlənmir. Altından xətt çəkiləm. Əgər bir mətndə filanla məsələrin cəmlənməsinə rast gəlsəz, bu qrammatik normanın pozuntusudur. Ay müəllim, axı belə bir cümlə var. Nə olsun var? Onların danışmaqları deyəndə. Norma pozulub. İstisna deyil, norma pozulub. Nə istisnası?
Sonra pozulub. Onların danışmağı. Hərəkəti necə cəmləyə bilərsən? Mən deyirəm ki, 1 oxumaq, 2 oxumaq, 3 oxumaq olur. Olursa deyirəm. Sən baxma, həmşərisən, orada hərfdən gəlmişsən. Sonra və məstər dedik cəmlənmir. Bir də məstər təyin olmur. Bax, təyin olmur. Bu qayda belədir. Məstər təyin olmur. Deyəcəksən ki, müəllim, bəli, biz qoşma ilə işlədəndə məstəri təyin edə bilirik. 1-2 dənə də mənasız nümunə var. Məsələn, özünə götürmür. Oxumaq kimi vərdiş. Oxumaq kimi vərdiş. Bəli, heç bir problemi. Vərdiş necə vərdiş? Oxumaq kimi vərdiş təyin. Bir daha deyirəm. Məstərin və ya istənilən bir sözün qoşma ilə işlənib cümlə özü olması, həmən sözün cümlə özü olması, təyin olması demək deyil. Biz eyni şeyi adlıq və gəlik halda olan isimlərə demişdik ki, adlıq və gəlik hal təyin, tamamlıq olmur. Amma qoşma ilə işlənən tamamlıq ola bilər. Lakin bu, adlıq və gəlik halın tamamlıq ola bilməsi nəticəsinə gəlmir. Bir daha deyirəm, məstərin qoşma ilə işlənib təyin olması onun təyin olmaq kimi xüsusiyyəti deyil. Başa düşdünüz? Yəni, o qoşmanı algilə də qoşsan, ona təyin olacaq. Qəşən burunu çəkməyəm var fərqində. Aha, o da burunu çəkəcəkdir. Deməli, təyin olmur, yəni qoşma işlərinə təyin olub, bu haqqda danışdıq. Sonra görüyordu. Yazım da yaxşı, bax işte. Yalnız üçüncü şəxsin, bax üçüncü şəxsin şəxs sonluğunu qəbul edir. Yəni, söhbət nədən gedir? 4 variant qəbul edir. İstəsən də başqa şəxslərdə mümkün deyil. Məsələn, yenə özə götürmür. Deyirsən ki, işimiz gücümüz nədir? Bəli, oxumaqdır. Oxumaqdır, görürsünüz? Oxumaqdır. Və məsələrin başqa bir özəlliyi var ki, sən əgər götürüb bir cümlədə məsələri mübtəda eləsən, məsələn, yazıram bura ki, oxumaq necədir? Yenə də dırı qəbul edəcək. Bax, fikir verin. Deməli, məsələr özü xəbər olanda da yalnız üçüncü şəxsin sonluğunu qəbul edir. Məsələr mübtəda olsa belə, həmən cümlənin xəbəri yenə nə qəbul edəcək? Yalnızdır. Bəli. Nədir yoxsa nə etmək? Nədir? Yadınıza qalar. Bu da belə. Məsdər adətən məqsəd zəfli olur cümlədə, qoşma ilə işlənlikdə məqsəd zəfli olur, amma səbəb zəfli də ola bilər. Yadda qalar. Məsdər adətən məqsəd zəfli olur. Məsələn, deyirsən ki, mən, baxın bura, mən oxumaq üçün, düzdür, şəhərə getdim. Nə etdim? Getdim. Hara? Şəhərə nə məqsədlə? Oxumaq üçün və yaxud oxumağa. Görürsünüz? Oxumağa şəhərə getdim. Oxumaq üçün şəhərə getdim. Amma bəzi məqamlarda məsdər dan şəkil ilə birləşib səbəb zəfli ola bilər. Məsələn, bəli, lətifəçi yenə sizdən uzaq. Oxumaqdan gözlərim şişib. Nə edim şişib? Nə? Gözlərim. Niyə? Nə səbəbə? Oxumaqdan. Sual verəcəksiniz sadəcə olaraq. Aydındır? Keçək fe'li sifətə. Bunları qeyd elədik. Fe'li sifət. Deməli, fe'li sifət nəyin xüsusiyyətləri daşıyacaq? Həm fe'lin, həm də nəyin? Həm də sifətin. Düzdür? Fe'lin xüsusiyyətləri onun standartı yuxarıda yazmışdıq orada. Sifətə aid xüsusiyyətlər. Birinci yadda saxlayın ki, fe'li sifət xüsusi zənglər, studiyamıza zəng var, bəli. Əsas odur. Əsas zənglərdir. Deməli, nə deyəcəkdim? Fe'li sifət digər təsvir edilən formalardan fərqli olaraq onun işləmə dairəsi daha genişdir. Daha genişdir. Sintaktik vəzifələr daha çoxdur. Məsdərdən də çoxdur. Fe'li bağlamadan da çoxdur. Fe'li sifətin şəkilsəni buradan yazım, sonra deyəsiniz ki, mənim. An üstü 2, sonra D üstü 4, bu adətən mənsubiyyətlə işlənir. Sonra mış üstü 4, ası üstü 2, malı üstü 2 və acaq üstü 2. Bunlardan danışaq.
Deməli, bunlar zaman məzmunu formalaşdıra bilirlər. Məsələn, an deyirik ki, indiki zaman məzmunu formalaşdırır. Bu ikisi keçmiş zaman, bu üçü gələcək zaman. Amma sən həmən cümlədə deyə bilmərsən ki, feil filan zamandadır. Deyə bilmərsən. Çünki filan zamandadır ifadəsi ancaq və ancaq aiddir feilin xəbər şəklinə. Başqa heç bir halda deyə bilmərsən. Düzdür, hətta bir sir açım sizə. Feilin digər şəkilləri ki var, əmr, arzu, vacib. Onlar gəl zaman məzmununda olurlar. Yadda saxlayın. Feilin 5 şəkli ki var, xəbərdən başqa. Əmr, arzu, vacib, lazım, şərt. Onlar gələcək zaman məzmununda olurlar. Qeyd götürməyin, ha. Keçən əvvə baxdınızda xəbərlərdə götürdülər də, yəni. Göstərirdilər ki, bəs 2 dənə müdavim qeyd götürən yerdə 2 dənə dozanqurdu çıxıb onları yeyib. Dozanqurdu məsələsini feilin əmr, arzu, vacib, lazım, şərt şəkli. O 5 şəklində hamısının gələcək zaman məzmunu olur. Altını xəbəri çıxırır, xəbərdə hamısı var da. Altdan bir çıxanda neçə qalır? Bax, bu 6'dır. Bir çıxar neçə qalır? 5. Demişdim, onda yazma lazımdır. Deməli, feili sifəti aid xüsusiyyətləri nə idi? Deməli, 1. Təyin olmaq. Təyin olmaq. Düzdür, yəni bu, heç buna nümunə yazmağa da ehtiyac yoxdur. Onsa nə ətraflı bəzi məqamları deyəcəm. 2. Eynən sifət kimi nə edə bilir? İsimləşə bilir. Bəli, isimləşə bilir. Eynən sifət kimi. Necə ki, sifət xəbər rolunda olanda isimləşə də bilmir, isimləşə də bilir, isimləşməyə də bilir. Eyni şey feili sifətə də aid. Yəni, birə-bir eynidirlər. Yəni, feili sifət, say və sifətin cümlədəki rolu eynidir. Əsasən təyin olur, isimləşə bilir, xəbər olanda isimləşə də bilir, isimləşməyə də bilir. Aydınmı? Bonus xitab ola bilir. Bu feili sifətin digər təsirlən formalardan daha bir fərqidir. Xitab ola bilmək. Yadınıza qalsın. Yəni, sintaktik vəzifə deyəndə ancaq cümlə üzrü düşünməyin. Xitab da bura aiddir. Daha sonra, üçüncü deyirik ki, bunun bir dənə fərqi olur ki, bu heç vaxt nə bildirmir? Dərəcə formalaşdıra bilmir. Bəli, dərəcə formalaşdırmır. Çünki dərəcə əlaməti ancaq və ancaq sifətə aiddir. İndi bu şəkilçilərdən biraz danışaq. Bax, burada bu an şəkilçisi və deyilənə görə bu acaq şəkilçisi. Bunlar da eynən məstər kimi ismi və feili birləşmə formalaşdıra bilər. Eynən məstər ki, bayaq məstər necə ismi birləşmə formalaşdırırdı? Qabağında nə olmalıydı? Yəli kal. Bax, eyni şeyi burada yazam. Deyirəm ki, məsələn, sinfin, yenə özünüzə götürməyin, ha. Sinfin ən yaxşı oxuyanı. Gördünüz? Yenə anən feili sifəti, bax, an, ən və acaqdan danışıram. Mənsubə şəkilçisi burada, yəli kalda burada ləman. Deməli, bu necə birləşmə oldu? İsmi birləşmə. Oldu nə ismi birləşmə? Bəli. İndi yəli kalı buradan ləğv eləsəm, məsələn, ən yaxşı oxuyanı çağırır və s. və ilə. Yəli kalı buradadır? Yox. Bərpa eləmə söhbəti burada keçir? Yox. Deməli, bu nədir? Feili birləşmə. Amma bunu deyirəm və əminəm ki, bunu səhv edəsiniz. Dığını harada görsəz feili birləşmə. Yəni, qabağında yəli kal varmı, yoxmu? Ay, müəllim, bəlkə bir dənə istisna yoxdur. Çünki bizim xalq öyrəşmə var, marketdə gezən çörək var, deyirlər yoxdur. Bir dənə yoxdur, heç yoxdur. Yoxdur, qardaş. Alınmır. Yəni, bu yəli kalı olsa da, olmasa da, sənin gördüyün qabağına yəli kal var, var. İki gözüm aydın. Bu yenə də nədir? Feili birləşmə. Feili birləşmə. Aydındır? Hə. Bunu da yazırıq. Anən və acaq. Anən və acaq. Bu cümlə nə deyir? Yəni ona da aiddir. Hə. Deməli, bununla danışdıq. Feili sifətin bu xüsusiyyətindən danışdıq. Hə. Onlara dəxli yoxdur, məsələ. Onlara dəxli yoxdur. Hə, bir də eyni şey yazdı ora. Yazdı ora. Sinifin ən yaxşı oxuyacağım mövzu. Yaz geçsin də. Hə, indi qulaq asın. Və bu sözlər feili sifət deyil. Məsələn, deyirsən ki, qanmaz adam ifadəsi. Bir də görsən, müdavim gəlir. Qanmaz adam. Görünməz iş, məsələn. Görünməz iş. Ay müəllim,
Fe'li sifət deyil o. Yox, fe'li sifət deyil. Çünki fe'li sifətin mazda şəklisi yoxdur. Bunlar sifət düzəldən leksik şəkilçilərdir. Bir də bu anan fe'li sifəti ilə o ağa nəyəni fərqlənir. Müəllim, ma inkarını atıram. Görürəm ki, orada şey olur. Nə ma inkar? Biz müəllimiyik, nə ma inkar atmaq? Bu fe'l isə hərəkət bildirməlidir. Yəni, fe'lin təsviflənməyən forması özünü digər əsas nitqçəsi kimi apara bilər. Amma o yenə də fe'ldir. Məsələn, baxın bura. Deyirlər ki, ora məsələn şey atın, inkar atın, neyin? Bax, qaçan at. Bala, bu at neynir? Qutardı getdi. Deməli, görsən, nə edir də, bax burada. Hərəkəti qalır. Nə edən at deyə bir mənasız sual da verə bilərəm buna. Nə edən at? Oturan yox. Qaçan at. Amma qaçağan at desəm, düzdür, qaçağan at. Bu onun xarakteridir. Bəlkə də incə orada ot deyir, yazıq heç qaçmır. Sən necə atın? Qaçağan atdır. Amma qaçan at hal-hazırda qaçmalıdır. Fikrim çatdı mı? Yəni, özündə hərəkət məzmunu saxlayıbsa o fe'li sifətdir. Yəni, durub orada onun üstünü örtü soyuq olmasın. O səydin üstünü örtü. Aha. Amma bu şey olursa, nə bilim, hərəkət məzmunu yoxsa dünya dağıla o fe'l ola bilməz yəni. Çünki fe'l hərəkət məzmununda olmalıdır. Aydındır? Hə. Sonra fe'li sifət, cümlədə təyin olma, isimləşməsi, bunun haqqında çox danışmaq istəmirəm. Çünki sadə məsələlərdir. Mən birazdan tərkib xüsusiyyətlərini danışana sizə deyəcəm. Gəldi, üçüncüsü nə? Fe'li bağlama. Fe'li bağlama nə edir? Yenə də fe'lin xüsusiyyətini daşıyır. Bir də nəyin xüsusiyyətini daşıyır? Hə? Zərfin. Bəli, zərfin xüsusiyyətini daşıyır. Amma fe'li bağlama bunların içərisində ən yazığıdır. Ən yazığı. Deyəcəm. Niyə? Çünki bu yazığın işi gücü əsas fe'lə, bax, əsas fe'lə aid olur, əsas fe'l, bax, xəbər yazmamışam ha, ola bilər bir başqa bir fe'lə aiddir, o fe'l özü də birləşmənin içindədir. Başa düşdünüz? Əsas fe'lə, diqqət edin. Əsas fe'lə aid olub, onu izah edir. Onu izah edir. Bu, onun zərfinin ortaq xüsusiyyətidir. Çünki zərfin xüsusiyyəti nə idi? Əhsən. İkincisi, bu olsa, yalnız və yalnız nə olur? Zəflik olur. Zəflik olur. Və zəflik olanda da heç bir halda nə bildirə bilməz? Yer və məqsəd zəfliyi bildirə bilməz. Deməli, digər dördü ola bilər. Bildirə bilməz. Nə ola bilər? Məsələn, səbəb bildirə bilər, tərz bildirə bilər, miqdar bildirə bilər və nəhayət zaman bildirə bilər. Amma yer və məqsəd bildirə bilməz. Bonus. Biz Azərbaycanda yaşayırıq. Azərbaycan dilçiliyinə görə fe'li bağlama yalnız zəflik olur, olsa cümlə özlü. Amma İraq türkmənlərinin dilində fe'li bağlama hətta dirəkdən xəbər də olur. Biz də İraqda yaşamadığımıza görə fe'li bağlamanın xəbər olmaq xüsusiyyəti lazım deyil. Aydındır, harada rastlaşsanız ondan yazın ki, altdan Aqil müəllimdir ki, biz İraqda yaşamırıq. Başa düşdünüz, İraqda yaşamırıq. Yox görürsünüz, dirəşin nömrəmi yazın ora. Fikrim çatdı mı? Fe'li bağlama Azərbaycan dilçiliyində yalnız və yalnız ola bilsə zəflik olur. Aydındır, nə vaxtsa İraqa gəlsə, türkmənlərlə yaşasaq, hə. Xəbər olmasına nümunə deyə bilərsiniz. Cəmatın başını qarışdırım da burada, eləmi? İmeyini məhz gərə onu yazım da bura. Yazmayın, şifahidir. Ha, deyim də şifahi. Məsələn, İraq türkmənlərində belə bir şey var ki, məsələn, deyir ki, mənim xoşbəxtliyim sən qaydandadır. Sən gələndə, sən qaydandadır. Belə bir vəziyyət ola bilər, amma malı qatmırıq. Bizə harada lazımdır fe'li bağlama ilə fe'li sifəti ayırmaq, xalqımız harada çaşır? Baxın, əvvəl fe'li bağlama şəkillərini yazın bura. Deməli, hansılardır, yəqin bunu bilirsiniz, hər ihtimala yazın da. Deməli, ən məşhuru ıbüsü 4 variantdır. Ibüsü 4 variant. Bu, adətən nəqli keçmiş zamanla qarışdırılır. Bunu ayırmaq üçün olur ki, əgər bir şey cümlənin xəbər isə, deməli, nəqli keçmiş zamandır. Xəbər isə fe'li bağlamadır. Çünki zaman tərkib əmələ gətirə bilməz, fe'li bağlamada xəbər olamaz. Başa düşdünüz? Məsələn, deyirsən ki, o dərsi danışıb yerinə keçdi. Yerinə keçdi. O qorxub qaçdı və s. və ilə axır. Sonra, məsələn, A2. Bax, bunlar yeganə fe'li bağlama şəkilçiləri formalaşdırılır. Bunlar ancaq vədə qurulsa mürəkkəb olur. Məntiqlə düşdü, bunlar artıq ancaq mürəkkəb fe'l formalaşdıra bilir. Sonra, diqqət edin, önca 4 variant.
Dıqça 4 variant. Dıqda 4 variant. Bunların özəlliyi nədir? Bunların özəlliyi odur ki, 4 cür yazılan şəkilçidir, amma tərkiblərdə necə sahitlər var? Açıq sahitlər var. Normalda biz deyirik ki, açıq sahitli şəkilçilər 2 cür olur, amma bunlar 4 cür. Ondan sonra fe'li bağlama şəkilçiləri arkan, düzdür, anda. Bunlar 2 variantdılar. Ma üstü mış. Hətta bu mışdan biraz ehtiyatlı olun, amma mış tək də ola bilər. Bəzən biz elə bilirik ki, onu danışacağım, ətraflı danışacağım. Bəzən elə bilir ki, bu ancaq mayla olmalıdır, belə bir şey yoxdur. Burada tək də ola bilərlər. Sonra hansı şəkilçi yadından çıxdı? Madan. Bəli, bayaq dediyim kimi, heç vaxt inkar şəkilçisi qəbul eləməyən forma. İndi burada biz nələri bilməliyik? Yəni, onlardan danışaq. Məsələn, fe'li bağlama ilə fe'li sifəti qarışdırmaq. Fe'li bağlama cümlədə bayaq dediyim kimi zaman, tərz, miqdar və səbəb formalaşdıra bilir. Bu bəzən fe'li sifətlə üst-üstə düşür. Bəzən vizual olaraq oxşarlıq görünə bilir və xalqımız da çaşır. Xalqımız da çaşır. Məsələn, deyirəm ki, fikir verin, baxın bura. Deyirəm ki, dərsi bitirəndə get. Düzdür? Bayaq deyirəm ki, Nədir? O dördür. Bitirəndən sonra get. Xalq çaşır. İndi biraz uzun cümlə, biraz imtahan həyəcanı filan, nə bilim nə. Sual eynidir. Nə zaman get? Dərsi bitirəndə. Nə zaman get? Dərsi bitirəndən sonra get. Düzdürmü? Xalq baxmır, qoşmaya filan baxmır. Götürür, nə zaman sualı verir və burada əndə görür. Bu əndə deyil. Bu ən plus dəndir. Bu fe'li sifəti çıxışlı xalla işlənmiş. Və ikincisi də diqqətli müdavim şagird bilir ki, fe'li bağlama dünya dağla qoşma ilə işlənə bilməz. Aydındır, fe'li bağlama qoşma ilə işlənə bilməz. Və digər bir məsələ isə fe'li bağlamanın təsirli qalan oxşar cəhəti də var. Əgər bir sözdə fe'li bağlama şəkilçisi varsa, o ən son şəkilçidir. Ondan sonra sən artırsan, mi ədatını artıra bilərsən. Aydındırmı? Bir daha deyirəm, o da ədatlı şəkilçi deyil. Bir daha deyirəm, təsirli qalan fe'li bağlamanın oxşar cəhəti odur ki, əgər bir sözdə bu şəkilçilər varsa, onlar ən son şəkilçilərdir. Sən istəsən də onlardan sonra heç bir şey artıramazsan. Həmçində fe'li bağlama nə edə bilməz? Qoşma ilə işlənə bilməz. Amma məslərlə fe'li sifət qoşma işlənə bilər. Aydındırmı? Bir bu vəziyyət. Bu vəziyyət. İkinci bir vəziyyət. Deyirəm ki, baxın. Fikir verin. Məsələn, biz ma inkarına olan mışa baxırıq da. Adətən bunu deyirik ki, məsələn, səhər açılmamış, getdi. Səhər açılmamış, getdi. Getdi nə zaman? Səhər açılmamış. İndi fikir verin, yazıram ki, səhər açılmamış gülləri topla... Məsələn, bunu iki cür düşünə bilərəm. Gülləri yığma. Hansı gülləri yığma? Bu bizim tamamlıqdır. Düzdür mü? Hansı gülləri yığma? Səhər açılmamış gülləri. Düzdür? Bunlar toplamada açılmışları topla, səhər açılmamış gülləri topla. Təyin düşünə bilərəm. Bir də şərt qoya bilərəm sənə. Nə zaman gülləri topla? Yığma? Səhər açılmamış. Yəni səhər açılmadan. Deməli, bu nə edə bilərəm? İkinci düşünə bilərəm. Bu ikinci düşünmə vəziyyəti. Yada qalar. Sonra bir də olmuş şəkilçisi. Deyirəm ki, fikir verin. Səhərə az qalmış. Səhərə az qalmış. Əhməd getdi. Əhməd nə zaman gedib? Səhərə az qalmış. Deməli, bu mış, bu fe'li bağlamadır. Fe'li sifət olması üçün hansı suala cavab verməlidir? Məsələn, yatıb qalmış Əhməd olsaydı, hansı Əhməddir? Buna nə deyəcəkdir? Fe'li sifət deyə bilərdi. Deməli, mış şəkilci həmişə ma inkarından işlənər deyə belə bir qayda yoxdur. Bir də yuxarıdakı cümlədə, orada səhər açılmamış, ondan da yuxarıda əmr edəcəkdir. Orada səhər ayrıca zərflik olmur ki. Niyə mən belə düşünürəm? Hansı güllər? Səhər açılmamış güllər. İndi mən gün ortadır, səhər açılmamış gülləri toplamalıyam da. Niyə? Bu da belə. Gəldik bu tərkib məsələsi. Tərkib məsələsi. Bax, diqqət edin bura. Bu tərkib nədir? Xalqımız həmişə bunu səhv edir.
Tərkib məsələsi. Biz tərkibdə bizim 5 dənə cümlə özümüz var da, düzdürmü? Elə deyil. Bu 5 cümlə özü ilə biz problem yaşaya bilərik də. Hə? Məsələn, gəlin birinci qaydanı sizə deyim. Birinci tərkibin nə olduğunu anlamaq lazımdır. Tərkib niyə var, nə üçün? Tərkiblər kripto cümlələrdir. Yəni, mən sadəcə olaraq 2 cümləni birləşdirib bir cümlənin içində deyirəm. Məsələn, deyirsən ki, mən bilirəm ki, Zəhranın rəfiqəsi dərsə gəlməyib. Bax, mən bilirəm ki, bir cümlə, Zəhranın rəfiqəsi dərsə gəlməyib 2 cümlə. Hər birinin özünün mübtədə xəbəri var. Özünün qrammatik əsası var. Bir də mən bunu sadələşdirəm, bilirəm ki, mən Zəhranın rəfiqəsinin dərsə gəlmədiyini bilirəm. İncəmi bir cümlə oldu. Məzmun eyni, düzdürmü? Fikir eyni, fərq quruluşda oldu. Deməli, fe'li birləşmələrin mənə köməyi nədir? Tabeli mürəkkəb cümlənin sadələşməsi. Deməli, burada nəzərət saxlayıram ki, əgər bir cümlədə təsriflənməyən fe'l varsa və ya tərkibi varsa, fərqi yoxdur. Deməli, o tabeli mürəkkəb cümlənin sadələşmiş formasıdır. Bonus, xitab nəzərə alınmır. Bir daha deyirəm. Əgər bir cümlədə təsriflənməyən fe'l varsa və ya onun yaratdığı tərkib varsa, fərq eləmir. Deməli, o tabeli mürəkkəb cümlənin sadələşmədir. Bir daha deyirəm, orada şey olmasın gərək. Xitaba aid deyil. Çünki xitabın ey oxuyanlar, ayağa qalxın, hə, burada fe'li bir şey var, məsdər var, fe'li sifət var, amma bu tabeli mürəkkəb cümlənin sadələşməsi deyil. Aydındır. Hə, tərkibin formalaşma qaydalarına indi danışıq, o pəncərəni açıq. Gəl üzünü qaldır, 4-5 nəfər babat yox oluyor. Yox, pəncərəni aç. Hə. Cift elə də, yuxarı elə onu. Hə, çək. Çək, qorxma. Hə. Nəsə, inşallah hava gələcək. Baxa. Deməli, birinci, bax fikir verin bura. Birinci məsələ, xəbər məsələsi. Xəbər. Təbii ki, fe'li bağlama aid deyil də, xəbər olsa fe'li sifət olar, bir də məsdər olar, düzdürmü? Fərzlə ki, mənim cümləmin xəbəri, məsdər və ya fe'li sifət. Deyirəm ki, Cəmilə hər səhər tezdən, nə bilim, gülləri dərəndir. Nəsə, belə bir cümlə quraq da, gülləri dərəndir. Və yaxud da deyirəm ki, Cəmilənin işi hər səhər, nə istər doldur bura, hər səhər tezdən oyanıb gülləri dərməkdir. Nə eləməlisiniz? Cümlənin xəbərinə fe'li sifəti gördünüz, məsdəri gördünüz, bir dənə mübtədanı ayırırsınız, qalan nə varsa qatırsınız sonra. Başa düşdünüz? Bu qədər sadə. Oy, işi yox, üzr istəyirəm, işi buradadır. Hə, qalan nə varsa qatırsınız sonra. Yəni, daha burada, ay, məlli, bu belə oldu, bu elə oldu, söhbəti keçmir. Hətta bonus, əgər işiniz varsa, qələmi verirsiniz evdə bir 2-3 yaşında uşağa ki, bala, buradan bura kimi 2 dənə xət çək. Başa düşdünüz? Xəbər problemi çözüldü. Sabah gəlib mənə deminə, ay müəllim, mən burada güllərin sözünü tamamlıq götürdüm. Olmaz. Olmaz. Heyf ki, vaxtımız azı, mən sizə izah deyilərdim ki, bu niyə belə olur. Amma bu qədərini bilin. Onsa bir imtihanda sizin savadınız heç kimə lazım deyil. Fırıldağınız lazımdır. Vallahi, ciddi deyirəm. Təşkilatçılara salamlar. Sonra ikincisi, təyin məsələsi. Qısa və konkret, fe'li birləşmənin qabağında nə olmur? Təyin olmur. Bunu biz dönə-dönə demişik. Və əminəm ki, sabah dönə-dönə də onu səhv edəcəyiz. Fe'li birləşmənin qabağına təyin olmur. Məsələn, deyirsən ki, baxın, ağ, rəngli, təzə gülləri yığanda əlimə nə batdı? Tikan batdı. Nə etdi? Batdı. Nə? Tikan. Nəsə, o. Tikan, o. Aha. Nəyə batdı əlimə? When, nə zaman? Bəli, fe'li birləşmənin qabağına təyin olmur. Qatdım bura. Bu məsələ də aiddir. Fe'li sifətə də aiddir. Fe'li bağlamaya da aiddir. Bunu da həll elədik. Gedir bu. Ya bax, görürsünüz, bax yuxusunu alıb. Gör, yuxusu gəlir, yox. Aha. Sonra, üçüncüsü, mübtəda vəziyyəti. Bu,
mübtəda deyəndə burada fe'li sifətdən məsdər olar da, maksimum mübtəda. Yəni bu da elə böyük bir faciə bir şey deyil. Yəni bunu tapmaq çox rahatdır. Çünki niyə? Mübtədanın qabağında nə olar? Təyin olar da. Onu da götürməyəsən ki, fe'li birləşmənin qabağına təyin olmur. Məsələ həll oldu, getdi. Hə, amma burada bəzi məsələlərə diqqət eləmək lazımdır ki, bunu ora qataqmı, qatmayaqmı? Məsələn, necə bir nümunə qurum bilmirəm ki, orada sizə maraqlı olsun. Məsələn, mübtədadan şübhələnirsiniz. Mübtəda, düzdürmü? Mübtədadır mı, yoxsa nəmi? İndi fərz edək. Məsələn, bir nümunə yazım, sonra fərqli formasını izah edəcəm. Mübtəda deyirsən ki, hər şeyi vaxtında etmək lazımdır. Lazımdır nə? Hər şeyi vaxtında etmək. Məsələn, deyək ki, məsdər tərkibi mübtədadır. İndi fərz eləyək ki, bu birinci cümlənin strukturunda məna vacib məsələdir. Məna ödənmirsə, sən orada tərkibdə və tərkibin çölündən filan danışan varsa, məna vacibdir. Bura bir dənə diqqət edin. Məsələn, mən deyirəm ki, məsələn, belə bir cümlə quraq da, bilmirəm, o cümlə necə edin. Aha, səhər rəhmətə gedən Əhmədi, baxın bura, Əhmədi neynədi? Məsələn, bunu belə bir şey eləyək də, ona əlaqələnməsin. Gördü, məsələn. Gördü. Məntiqlə fikirləşin. Görün, mən bunu mübtəda fikirləşə bilərəm. O bunu eləyə bilər. Çox pozitiv cümlə. Hər nədirsə də mənanın vacibliyindən danışıram mən sizə. Səhər rəhmətə gedən Əhmədi gördü. Deməli deyil də, mübtəda heç deyil. O sonra təyin olar. Rəhmətə gedən Əhmədi necə görürsün? Görüb də indi. Orada gedib. Görür ki, rəhmətə gedib, orada yıxdı. Başa düşdünüz? Deməli, mənim bir şey haqqında iddia ilə sürməyim üçün birinci onun mənası ödənməlidir. Əks halda mən onu götürə bilmərəm. Bu mümkün deyil. Xəstə dərs keçirəm, qədrini bilin. Bir Qədir Ağacadakı idi. Bu dipçəklərə, boş dipçəklərimiz. Kim gördü Əhmədi? Hansı Əhmədi? Hə, bu olsa da təyin olur. Aydındır? Hə. Hə, rəhmətə girib qalıb orada da heç kimin xəbəri yoxdur. Gəlib görüb ki, bu səhər rəhmətə gedib. O mənada. Amma səhər rəhmətə gedən bir adam hal-hazırda Əhmədi görə bilməz. Mümkünsə deyil. Hə. O da olar. Nəsə də, amma mən sadəcə bunu mübtəda kimi düşünə bilməyərəkdən danışıram. Aydındırmı? Mübtəda deyil. Nə qaranlıq qaldı? Lamuska çəkiyorum. Mənim həm ayrı. Bəli, eləyə bilir. İndi onu əslində, baxın, o belə bir qayda var Azərbaycan dilində. Onu ayrıca düşünə bilməyim məsələsi. Əslində bu yol verilməzdir. Niyə? Çünki normal cümlə özü quruluşuna görə zəiflik mübtədadan qabaqda gəlməməlidir. Gəlibsə deməli o zəiflik deyil. Bax bu vəziyyətdə. Məsələn, məşhur bir nümunə vardı, həmişə xalq onu səhv edirdi. Baxın bura. Deyirsən ki, fikir verin. Tez-tez, bax, tez-tez, dumanla, tez-tez dumanla bürünən kəndimizə gedərdim. Bax, diqqət edin burada. Burada qayda nədir? Burada qayda budur ki, mən bunu iki yüzü düşünə bilərəm. Kəndimizə nə zaman gedirəm? Tez-tez gedirəm. Ayrıca zəiflikim, amma əslində yol verilməzdir. Niyə? Çünki inversiyaya görə, məsələn, dumanımı mən gedərdim, məsələn, burada mübtəda yoxdur. İnversiyaya görə bu arıcılıq var. Hə, deyə bilərsən ki, müəllim, mən bunu iki yüzü düşünə bilərəm. Gedərdim, hara gedərdim? Kəndimizə, düzdürmü? Hansı kəndimizə? Dumanla bürünən kəndimizə və yaxud da hansı kəndimizə? Tez-tez dumanla bürünən kəndimizə. İki yüzü düşünə bilərəm. İndi bu cümləni belə yazıram. Yazıram ki, baxın, tez-tez meşələrlə bürünən, baxın bura, meşələrlə bürünən kəndimizə gedərdim. Nə edərdim? Gedərdim. Hara? Kəndimizə. İndi baxın bura. Hə? Tez-tez dumanla bürünənlər. Zərflik. Vay, təyin, bağışlayın, üz üstəm, çox üz üstəm, təyin. Üzüm ayağınızın altında. Hə,
buna məsələn zəiflik düşünə bilərəm, ya da bunu bütöv nə düşünə bilərəm? Təyin düşünə. İndi gəlin bura baxıram. Bir kənd necə tez-tez meşə ilə örtülər? Mümkün deyil də, meşə ya orada deyil də. Deməli, heç bir halda mən bunu bu tərkibə qata bilmirəm. Bunun ancaq və ancaq təhlili bu formada. Yadda qala. Hə? Əla. Davam eləyək. Sonra nə vardı orada? Əslində digər bir məsələ yox idi. Məna cəhətdən. Xəbər olan dedik, mübtəla olan dedik, təyin olan dedik. Tamlıq, zəiflik məsələsi. Bu əslində yenə də həmən o tamlıq, zəiflik məsələsində eyni qaydadır, eyni vəziyyətdir. Məsələn, bunu gəlin mənsə biraz fərqli bir yol öyrədim ki, orada tərkibi necə müəyyən edeyim, nətər anlayayım. Sonra o yolla çox rahat tapa bilərsiniz. Məsələn, deyirsən ki, fikir verin, bir tamamlıq yazaq, tərkiblə ifadə olmuş və yaxud da bir zəiflik yazaq. Baxın, diqqət edin. Yazıram ki, mən kiçik bacım, baxın bura, kiçik bacım mətbəxə keçəndə ayıldım. Məsələn, belə bir sadə nümunə yazdım, problem yoxdur. Gələm tamlıq versiyasını yazıram. Yox, bunu olsa biləcəksən, niyə bu təyində bunun içindən məcbur qatasın. Sadəcə, niyə elədiyini izah edirəm. O ən yaxşı yoldur, amma biraz məntiq tələb edən yoldur. Onu tuta bilirsiniz temasını, belə yuxulu tuta bilməyəcəksiniz, təbii ki. Hə, bu çat kipidir. Sonra, ikincisi, məsələn, deyirsən ki, mən hər gün dərslərini vaxtında edənləri sevirəm. Aha, bu da sənin tamamlığındır. Baxın, müəllimlər, bu niyə belədir? Bayaq dərsin əvvəlində, dərsin ortasında bir nümunə qurdum ki, əgər bir cümlədə təsdiqlənməyən feil varsa, o hansı tabiri mürəkkəb cümlənin sadələşməsidir. Düzdürmü? Söhbət burada biri tamamlıqdır, biri isə zəiflikdir. Deməli, biri zəiflik budaq cümləsinin sadələşməsidir. Birisi tamamlıq budaq cümləsinin sadələşməsidir. Ən yaxşı halda mübtəda xəbəri ayırırıq. Ayıldım kim? Mən. Nə zaman? Kiçik bacı mətbəxə keçəndə. Və yaxud gəlin bunu tabilə çevirək. Mən o zaman ayıldım ki, kiçik bacı mətbəxə keçirdi. Bax, kiçik bacı mətbəxə keçirdi, keçdi vergüldən bu biri tərəfə. Deməli, komple vergüldən bu biri tərəfə keçdiyi üçün, elə burada da komple bir yerdədir. Başa düşdünüz? Yəni, bunu çevirik tabili formaya. Biraz çətin yoldur, amma ən idealıdır. Bayaq, burada gəlirəm. Çevirəm ki, mən. Kimi? Hər gün dərslərini vaxtını edənləri. Çevirirəm, mən. O şəxsləri sevirəm ki, mən o adamları sevirəm ki, bəli, hər gün dərslərini vaxtında edirlər. Görsən, keçir o bir tərəfə. Yəni, bunu inşallah universitetdə sizə güya tabili mürəkkəb cümləni keçməli idilər, yaxşı formada. Güya da keçiblər. Aha, bu formada eləsəz, problem yoxdur. Bu da belə, tərkiblə bağlı başqa bir versiya qalmadı. Neçə dəqiqədir orada? Nə? İnsaf ya. Və bir də növbəti məsələ. Harada məstər gördüm, harada nə bilim nə gördüm, illa ki o tərkibdir deyib, bundan işiniz olmasın. Məstər. Sən yox, qabağında ki, səndən işim yoxdur mənim. Hə, ad çəkmirəm ki, bilməsinlər. Nəsə birini orada burada. Deməli, bu, belə deyək də, məstərin bəzi məqamda tərkib yarada bilməmə xüsusiyyəti var. O deməkdir, məstər harada görün tərkib yaradır. Bax, bura diqqət edin. Məsələn, deyirsən ki, fikir verin. Mən hər gün dərs oxumaq istəyirəm. Dərs oxumaq istəyirəm. Əgər, bilirəm, məstəri istəmək, çalışmaq, olmaq feili ilə görsəz, tərkib yaratmayıb. Bəs nə olub orada? Məstəri istəməklə bir yerə cümlə özünü götürsən, oxumaq istəyirəm kim? Mən. Nəyi oxumaq? Dərsi nə zaman? Hər gün. Bir daha deyirəm. Məstəri istəmək, çalışmaq, olmaq, hətta bəzi testlərdə başlamaqla belə görsəz, olar, tərkib yaratmayıb. Onu artıq, bir dənə mürəkkəb feili fason bir şey belə təhlil edirsə, qalan qabağına hər şey nə varsa, vahid cümlə özünə parçalaya bilərsin. Çalışmaq, başlamaq. Aydındır mı? Bu da belə ağırlı acılı bir dərsin sonuna da gəldik.
Yəni dərsin əvvələ zarafat elədim, amma həqiqətən mənə çətindir, naxoşam filan. Burnumu çəkdim dərs zamanı, nə bilim, öskürdüm, askırdım, nədirsə. Çox üzürlü sayım. Amma dərsi də çəkməsəm olmazdı, çünki xalqımız bizi gözləyir. Belə, bəyənə bilərsiniz, paylaşa bilərsiniz, bizə dəstək olmağı unutmayın. Hələlik. Sağlıqla qalın.